Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün düşündük ki, valideyn-evlad münasibətlərində evladın valideyn üzərində olan hüququndan danışaq. Həmişə mövzular belə müzakirə olunub ki, valideynin övlad haqqında, övladın öhdəsində olan hüquqları və haqları. Amma istəyirəm ki, bugün evladların da valideynlərin öhdəsində nə kimi hüquqları var, müəyyən qədər onu işarə eləyək. Çünki günümüzdə müşahidə edirik ki, nə qədər evladlar var ki, onları valideynləri bədbəxt edib, onların düzgün olmayan tərbiyə onları həyatlarını əllərindən alıb. O cümlədən də bugün ayrılan ailələr, gənclərin ailə münasibətlərində yaranmış ciddi problemlərin həm də səbəbkarı onların valideynləridir. Bəzən belə olur ki, ata qızını ən imkanlı adama vermək istəyir və yaxud bəzən belə olur ki, bir valideyn evladı üçün ən imkanlı bir qız almaq istəyir və yaxud öz zövqünə uyğun bir ailə tərzi düşünür və yaxud da məcburi ailə qurulur. Böyüklərin istəyi olur, böyüklərin zövqü olur, məcburi ailə həyatı qurulur və o ailə də bir neçə ay və bir neçə il müddət davam edir və ondan sonra ailə dağılır. Və bu parçalanmada əgər bu ailədə evlad da dünyaya gəlsə, uşaqlar da əziyyət çəkirlər və o yaşlarında, körpə yaşlarında ana-ata seçimi ana-ata arasında seçim etməkdə məcbur olurlar. Bu da ciddi bir uşaqlar üçün, evladlar üçün, körpə bir uşaq üçün ciddi bir travmadır və sonra bu travmanı heç cür həll etmək olmur. Nəticə etibarilə cəmiyyətdə dağınıqlıq, cəmiyyətdə parçalanma və cəmiyyətdə uyğunsuzluq baş alıb gedir. Valideynlər belə düşünməsinlər ki, biz evladımızı yedirdib, içirməklə onlar üçün hər şey eləmişik. Biraz valideynlər də özlərinin evladlarına münasibətdə olan diqqətlərinə, evladlarına olan münasibətdə diqqətli olmalıdırlar ki, əksər vaxtlarda valideynlər evladları korlayırlar və onların həyat tərzlərini korlayırlar, onlar üçün ciddi problemlər yaradırlar. Düzgün olmayan tərbiyə görən, düzgün olmayan tərbiyə ilə böyüyən uşaq, körpə məlumdur ki, çıxdığı cəmiyyətdə hər hansı bir səhvləri mütləq buraxacaq. Bəzən evdə körpə elə böyüdülür ki, həmin körpənin evdə heç bir hüququ olmur və qorxu içində böyüyür. Valideynlərin sərt, bir-birləri ilə kobud rəftarının nəticəsində zərbə alan, travma alan o körpə olur. Bu körpə böyüyəndən sonra, bu uşaq böyüdükdən sonra hər nə problem yaşayırsa və kiməsə yaşadacaqsa, bu problemin yaşadılmasında valideynlər ona şərikdirlər. Peyğəmbərimizdən belə bir hədis var. Peyğəmbər buyurur ki, İslam Peyğəmbəri buyurur ki, Allah lənət etsin o valideynə ki, evladını öz üzünə qayıtmağa vadar eləyir. Burada düzdür, bu hədis haqq vermir evladlara ki, valideynlərin üzünə qayıtsınlar rahat-rahat. Amma bu qayıtmaq səbəbində əgər evlad günahkardırsa, valideynin üzünə qayıtdı və bu günahının tam olaraq şərikliyində valideyn durur. Valideyn tam olaraq bu günahda evladla şərikdir və nə qədər evlad cəzalanacaqsa valideynin üzünə qayıtmağa və bu evladı valideynin üzünə qayıtmaqda vadar eləyən valideyn özü də cəzalanacaq. Niyə evladımızı, körpəmizi, əzizimizi bir vəziyyətə gətirib gəlib çatdırdıq ki, o bizim üzümüzə qayıtmağa məcburdur. Quran-ı Kərim valideyn evlad münasibətlərində buyurur ki, evladlarınızı və iman gətirənlərə müraciət edir. Ey iman gətirənlər, siz ki Allaha iman gətirmisiniz, özünüzü və ailənizi, evladlarınızı cəhənnəm odundan qoruyun. Təhrim surəsində buyurur, özünüzü və evladlarınızı və ailənizi cəhənnəm odundan qoruyun. Yəni, elə bir tərbiyə verməyin onlara ki, o tərbiyənin nəticəsində onlar həm dünyada əziyyət çəksinlər və həm də nəticədə onların axirətləri və aqibətləri pis formalaşsın. Bugün yaşanan problemlərin böyük əksəriyyətinin həm də səbəbkarı valideynlərdir. Üzr istəyirəm hər bir valideyndən, amma qəbul etməliyik ki, nə qədər ailələr dağılıbsa, o ailələrin dağılmasının kökündə valideynlər də iştirak edirlər. Ya
Hər hansı bir oğlan anası ailəsinin dağılmasında ona dəstək verir. Mənim xoşum gəlmədi, bu ailə dağılmalıdır və səni başqası ilə evləndirəcəm. Nəticə etibarilə bir ailəni dağıtdı. Bilirsiniz də, hədisdə var ki, iki gənc ayrılarkən, iki gəncin təlaqı oxunarkən Allahın ərşi titrəyir. Allahın ərşi bir neçə mövzuda, hədislərdə var ki, titrəyir. Ondan da biri budur ki, Allahın ərşi lərzəyə gəlir iki gənc ayrılanda. Valideynlər diqqətli olsunlar ki, siz əslində iki gəncin ailəsini dağıtmaqla Allahın ərşini lərzəyə gətirirsiniz. Allahın ərşi lərzəyə gəlir, yəni nə? Allah çox qəzəblənir sizə. Sonra həyatınızda hər hansı bir problemlər yaşadısa və yaşayacaqsınızsa, özünüzdən başqa heç kimi qınamayın. Əsas qınanılan şəxs özünüzsünüz. İlkin mərhələdə evladlarınızı düzgün tərbiyə etməlisiniz, etməliyik. Bu bizim öhdəmizdə böyük bir borcdur. Nə evladına son dərəcə hər şey icazə verən valideyn analıq və atalıq etmiş olur, nə də evladını hər şeydən məhrum eləyən ana və ata valideynlik etmiş olur. Bunlar heç biri valideynlik etmiş olmurlar. Evladın vəziyyətinə baxmaq lazımdır, onun yaşadığı zamana baxmaq lazımdır, onu düzgün tərbiyə etmək lazımdır. İmam Sadiq əleyhissalam buyurur ki, evladınız sizin bir parçanızdır. O hər nə yaxşı iş görsə siz şəriksiniz, hər nə pis iş görsə siz şəriksiniz. Həzrət Əli əleyhissalam buyurur ki, evladlarınız sizə oxşayacaq. Çox zəhmət çəkmək lazım deyil. Niyə görə Həzrət Əli əleyhissalam belə buyurur? Çünki insanın evdə davranış qaydaları evladın ruhuna opur. Çünki valideyn evdə necə davranırsa, həmin davranış tərzini uşaq və yaxud da evlad evdə dadır. O dadlığı ilə yaşayır və necə formalaşıbsa onun düşüncəsi və ruhu necə formalaşıbsa, həmin formada da cəmiyyətli yaşayır. Evdə zorakılıqla tərbiyə edilən uşaq cəmiyyətdə nə isə düzəltmək istəsə zorakılıqla düzəldəcək. Evdə qorxudan heç nəyə danışa bilməyən, heç bir şeyə münasibət bildirməkdə özünə güvən tapmayan bir evlad cəmiyyətdə heç vaxt özünə güvən tapmayacaq. Və yaxud da evdə hər istədiyini etmək şansı əldə edən evlad cəmiyyətdə hər istədiyini etməkdə məhkumdur. Başqa cür yolu yoxdur. O səbəbdən də valideynlər diqqətli olmalıdır. Bəli, evladın haqqı yoxdur valideynə, hətta qəzəb belə bəsləsin ürəyində. Bunun evladın haqqı yoxdur buna. Hətta valideyn səhv də olsa, amma evlada bunu vadar etsək, yaddan çıxarmayaq ki, hər bir insanda bir gücü çatacağı bir tutumu var. O gücü çatacağından artıq yükləyəcəksə mütləq üzümüzə qayıdacaq və yaxud da körpəlikdən yığacaq, əlinə qüdrət düşəndə bizim sözümüzdən çıxacaq və özünü də bədbəxt eləyəcək və bu bədbəxtçiliyindən biz də ziyan görəcəyik. O səbəbdən də düşünürəm ki, bugün valideynlərin öhdəsində xüsusi bir haqq var ki, evladlarına qarşı son dərəcə diqqətli olmalıdırlar. Olduqca diqqətli olmalıyıq ki, onları gələcəyə düzgün apara bilək. Və hətta evladlarınızın arasında fərq qoymayın. Əgər birini hətta bacarmırsınız, çox sevirsinizsə, çox sevdiyinizi belə bir özə verməyin. Çünki digərləri əziyyət çəkirlər. Digər evladınız bundan əziyyət çəkir və bu əziyyət onun içində toplanır, qalır. Nəticə etibarilə özünü lazımsız insan kimi bilir və lazımsız insan bildirsə özünü heç vaxt cəmiyyətdə özünü bir yerdə görə bilməyəcək və həmişə bundan əziyyət çəkəcək. Həmişə diqqət axtaracaq və bu diqqət axtarışında olarkən əgər mənfi insanların qarşısına çıxacaqsa, mənfi insanlar bunun diqqət axtarışından sui-istifadə edib onu bədbəxt edəcəklər. O səbəbdən də biz diqqətli olmalıyıq. Valideynlər xüsusi olaraq diqqətli olmalıdırlar ki, bizə valideynlik hüququ verilibsə, bu deməkdir evladımızla istədiyimiz kimi davranmaq hüququ da verilib. Qətiyyən, heç kim bizə bu hüququ verməyib. O səbəbdən də biz diqqətli olmalıyıq ki, evladlarımızın tərbiyəsində, onların düzgün davranışlarında biz xüsusi rol oynayırıq. Əsas rolu bəlkə də biz oynayırıq, sonra cəmiyyət bir rol oynayır. Biz düzgün rol oynaya bilsək, cəmiyyət, ictimaiyyət mənfi rol oynaya bilməyəcək evladlarımızın haqqında. Biz əsas məsələni həll eləməliyik. Ümid edirəm ki, bu
müzakirəmiz faydalı olar. Bacardığımız qədər ara sıra bu mövzulara diqqət ayırarıq və məni şəxsən ən narahat edən məsələ budur ki, eşidib biləndə ki, iki gəncin ailəsini valideynlər dağıdırlar, iki gəncin ailəsini boşanmasına səbəb valideynlər olurlar, çox məyus edicidir. Necə ola bilir ki, valideyn öz evladını bədbəxt eləsin? Xatırladım sizə ki, hər hansı bir valideyn əgər öz şəxsi istəkləri üzündən, şəxsi zövqü üzündən iki gəncin ailəsini dağıdarsa, qiyamət günü hər nə yaxşı iş görmüş olsa da bugün qiyamət günü bu işinə görə ciddi Allah tərəfindən cəzalandırılacaq. Həm dünyada cəzalandırılacaq, həmişə qəm-qüssənin içində olacaq dünyadan köçənə qədər, axirətdə də Allahın, Peyğəmbərin və Əhl-i-Beytin üzünə baxa bilməyəcək. Niyə? Çünki iki nəfərin xoşbəxt eləyə bilərdik, iki nəfəri xoşbəxt yaşada bilərdik, onları bədbəxt elədik və hələ mən demirəm ki, bu iki nəfərdən dünyaya gələn evladlar da, körpələr də arada qalır bəzən və bilmirlər ki, ana düzdür, ya ata düzdür. Buna da səbəb əksər vaxtlarda sizə əmin edirəm ki, valideynlər olur. O səbəbdən də çox diqqətli olmalıyıq, evladlarımızı düzgün tərbiyə etməliyik ki, ailələrdə bu problemlər sona çatsın və gənclərimiz xoşbəxt olsunlar. Bəzən biz özümüzü qurban verməliyik ki, təki onlar xoşbəxt olsunlar. Ən əsas məsələ budur. Ona görə də düşünürəm ki, bu mövzular bizim üçün çox əhəmiyyətlidir. Allahdan istəyirəm ki, Allah o ailələr ki, ayrılmaq üzrədilər, problemlər yaranıb və həll eləyə bilmirlər, Allah o gənclərin qəlblərində bir-birlərinə məhəbbət yaratsın, bir-birlərinə ülfət yaratsın. Allah heç bir ana-ataya heç vaxt evlad çətinliyi göstərməsin və bütün ana-atalarımızı da evladlarını tərbiyə etməkdə Allah hər birindən lütfünü və mərhəmətini əskik eləməsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.